Böyük qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə doğma torpaqlarına qayıdış prosesi davam etdirilir. Bu çərçivədə Xocavənd rayonunun Quzey Xırman və Güney Xırman kəndlərinə, Şuşa rayonunun isə Kiçik Qaladərəsi kəndinə qayıdış baş tutub. Növbəti mərhələdə Quzey Xırman kəndinə 18 ailə 82 nəfər, Güney Xırman kəndinə 21 ailə 103 nəfər, Kiçik Qaladərəsi kəndinə isə 11 ailə 39 nəfər yola salınıb. Bu ailələr uzun illər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşaraq çətin şəraitdə yaşayıblar. İndi isə onlar tamamilə yenidən qurulmuş, müasir infrastruktura təmin edilmiş kənddə daimi məskunlaşmaq imkanı əldə ediblər. Allah bu günü bizə qismət eləyib, dövlətimiz sağ olsun, var olsun. Orada əziyyət çəkənlərin hamısı Allah kömək olsun. Şükür bu günümüzə ki, vətənimizə gedirik, elimizə, babamıza. Allah köməyiniz olsun, Allah sizdən də razı olsun. Cəmaatımıza, millətimizə bizə müharibə göstərməsin, yaxşı sulh olsun, qələbə olsun, həmişə belə baxaq, sevinək. Şuşa rayon Qaladərəsi kəndinə köçürəm. Atamın döyüşdüyü, vuruşduğu həmin torpaqlara fəxr hissi ilə qayıdıram. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində bugün öz doğma torpaqlarımıza qayıdırıq, vətənimizi bərpa eləməyə, orada yenidən canlanma yaratmağa qayıdırıq. Dövlətimizə bugün bizim üçün belə bir şərait yaratdığı üçün təşəkkür edirik. Başda Ali Baş Komandanımız olmaqla Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rızayevə təşəkkürümüzü bildirir və onun komandasına, nümayəndəliyə. Yəni, bugünkü gün doğrudan da bizim ən sevincli və ən belə deyək, xoş arzularla arzuladığımız doğma torpağımız Xocavəndə qayıdırıq, Quzey Xırman kəndinə və bizim üçün doğrudan da sevinçli bir gündür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, döyüşçülərimizə can sağlığı. Göründüyü kimi, doğma torpaqlarda həyatın yenidən dirçəldilməsi, sosial-iqtisadi canlanmanın təmin olunması və bölgələrin dayanıqlı inkişafının təmin edilməsi sakinlərin bölgəyə qayıdışına ayrıca sevinç bəxş edir. Beləliklə, Qarabağa qayıdan hər bir ailə də bölgənin yenidən dirçəliş sənnaməsinin canlı iştirakçısına çevriləcək. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real. Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Biz hazırda Nizami metrosundan